Avropa yoxsa Dubay? Nə qədər qazanacam sualları var. İşləmək istəyən gənclər üçün ən önəmli tövsiyəniz nə olardı? Hər vaxtınız xeyir, Dubaydan sizi salamlayırıq. İlk podkastımızın ilk mövzusu Dubayda informasiya texnologiyaları və kiber təhlükəsizlik sahəsidir. Qonağımız Dubayda qısa müddət yaşamasına baxmayaraq informasiya texnologiya sahəsində yüksək biliklərə və təcrübələrə sahib olan Cavid bəydir. Cavid bəy, çox təşəkkür edirəm dəvətimi qəbul etdiyin üçün. Sənin təcrübən və biliklərin yüzlərlə, hətta minlərlə insanın baxış açısının dəyişməsinə, informasiya texnologiya sahəsində maraqlı olan insanların baxış açısının dəyişməsinə kömək olacaq. Zəhmət olmasa özünü təqdim elə, nə qədər müddətdir Dubayda yaşayırsan, biraz özün barədə danış, izləyicilərimiz də ilk öncə səni tanısın. Salam Salih, təşəkkür edirəm dəvətinə görə. Hesab edirəm ki, mənim bugünkü verəcəyim inputlar bizim həmvətənlər üçün daha müsbət istiqamətdə rol oynayacaq. Mənə qaldıqda isə adım Cavid. Bir ilə yaxındır Dubayda yaşayıram hal-hazırda, çalışıram. Kiber təhlükəsizlik sahəsində çalışıram, beynəlxalq şirkətlərin birində. Dubayda IT və kiber təhlükəsizlik sahəsində iş fürsətləri hansı dərəcədə önəmlidir? Yaxşı sualdır. Əslində nəzərə alsaq ki, nəinki Dubayda, ümumiyyətlə dünyada rəqəmsallaşma strategiyası davam eləyir, rəqəmsallaşma yol xəritəsi var. Və nəzərə alsaq ki, Dubay kifayət qədər inkişaf etmiş bir şəhərdir və əmirlikdir, yəni Birləşmiş Ərəb Əmirliyinin kifayət qədər inkişaf etmiş bir rəqəmsallaşmış bir əmirliyidir. Burada məhz IT və kiber təhlükəsizlik sahəsində çalışan əməkdaşlara kifayət qədər böyük önəm var və böyük tələbat var. Əla-xüsusda nəzərə alsaq ki, dövlətin uzun müddətli rəqəmsallaşma strategiyası var və süni intellektin, kvantum texnologiyaları və digər yeni sahələrin biznes inteqrasiyası ona önəm verir ki, ona əsas verir ki, məhz bu sahəni idarə edən, bu sahədə çalışan, təcrübəyə malik olan peşəkarların cəlb olunmasına Dubayın böyük marağı var. O qədər maraqlıdır ki, Dubay üçün bu, hətta Dubayda bizim hesab elədiyimiz önəmli olan qızıl kart almaq, qızıl vizanı almaq, hətta bu peşəkarlar üçün əl çatandır. Ona görə də Dubayda və nəyə ki Dubayda, digər əmirliklərdə də xüsusi önəm var məhz bu IT və kiber təhlükəsizlik sahəsinə. Bilirsiniz, indi insanlar bizi izləyəcəklər, yəni yüzlərlə, minlərlə insan. Başqalarının praktiki olaraq başına gələn iş tapma macərası insanlara çox maraqlıdır. Evet. Yəni sizin burada iş tapma macəranız necə oldu? Biraz o barədə məlumat verə bilərsiniz, sir deyilsə. Özünüz mü tapdınız burada, yoxsa birilərinin vasitəçiliyi ilə mi burada iş tapdınız? Biraz o barədə məlumat verərdiniz. Çünki insanlar araşdırma edirlər. Yəni başqa insanların praktikaları insanlara çox maraqlıdır. Tamam, sualına çalışacağım ki, həm öz prizmamdan cavab verim, mənim öz təcrübəmi paylaşım, həm də ümumiyyətlə necə mümkündür bu, ona cavablandırım. Mənə qaldıqda, belə deyək, aktiv şəkildə Dubayda iş axtarmırdım. Zaten Azərbaycanda bir böyük şirkətlərimdə çalışırdım və kifayət qədər də buna qane idim. Amma elə oldu ki, belə deyək, vakansiya yarandı. Mənə bu vakansiya barədə məlumat verdilər və mən də apply elədim. Və çox qısa zamanda mənə çıxdılar, məndən intervyu təşkil etdilər və bir sıra mərhələlərdən sonra işə dəvət aldım. Mən uzun götür-qoydan sonra qərar verdim ki, ilk olaraq, ilk təcrübəmdir mənim bir ekspat kimi və qərar verdim ki, çalışım, deneyim özümü burada, sınamaq istədim. Və gördüm kifayət qədər də maraqlı bir təcrübə olacaq mənim üçün və hal-hazırda Dubaydayam, artıq bir ilə yaxın çalışıram və deyərdim ki, kifayət qədər də razıyam. Amma ümumiyyətlə, ümumiləşdirsək sualı ki, nə qədər necə mümkündür burada iş tapmaq. Əslində, iş tapma kanalları genişdir, çoxdur. LinkedIn üzərindən verilən iş elanlarından tutmuş, iş saytlarında olan elanlar və həmçinin də kimisə tövsiyə edə bilirlər. Və bu tövsiyələr
daxili tövsiyələr də ola bilər, ölkədən də ola bilər. Yəni bir sıra kanallardan yəni mümkündür ki, yəni sən Dubayda iş tapasan. Aslıdır, yəni deyirəm sizin nə qədər hansı kanallara çıxışınız var, ondan çox şey asılıdır. Bəli. IT sahəsində iş tapmaq üçün CV formatı necə tərtib etməlidirlər? LinkedIn səhifəsi nə qədər önəmlidir Dubayda iş tapmaq üçün? Yaxşı sualdır. LinkedIn hal-hazırda kifayət qədər aktual bir resursdur, yəni aktual bir mənbədir və burada deyərdim ki, kifayət qədər də həlledici rola malikdir. Çünki yəni dünya üzrə yeganə sosial şəbəkə platformasıdır ki, deyərdim ki, məhz buradan bu sosial şəbəkə üzərindən iş tapma imkanları genişdir. Ələxüsus da IT sahəsində çalışan, IT və kiber təhlükəsizlik sahəsində çalışanlar üçün bu belə deyək də həyati qədər də vacibdir, yəni əslində. Düzdür, başqa resurslar da var. Tam adlarını xatırlayıram, çünki bunu daha çox belə deyək insan qaynaqlarında çalışan bizim dəyərli əməkdaşlarımız var, hansı ki onlar daha peşəkardır bu sahədə. Təbii ki. Amma öz adımdan deyərəm ki, LinkedIn kifayət qədər vacib və aktual bir resursdur və çox həlledici rola malikdir və bunun üzərindən iş tapma şansınız daha böyükdür. Amma bununla yanaşı mən bir belə deyək də tips deyirlər də ingilis dilində onu paylaşmaq istərdim. Bəzən insan qaynaqlarında çalışan beynəlxalq peşəkarlar var, hansı ki onlar məsəl üçün deyək, məhz olaraq IT və kiber təhlükəsizlik sahəsində ixtisaslaşıblar. IT rekruterlardır belə deyək və ya da kiber təhlükəsizlik rekruterlarıdır və onların böyük bir auditoriyası var sosial şəbəkə üzərindən. Həmən şəxslərlə belə deyək də bağlantıda olmaq da çox avantajlıdır. Kifayət qədər avantaj verir IT sahəsi çalışanlara. Nəinki IT, ümumiyyətlə hər sahənin öz rekruteri var. Deyərdim ki, yəni əgər Dubayda iş tapmaq istəyirsinizsə, yəni LinkedIn-lə yanaşı bir də həmən şəxsləri tapın. Həmən şəxslərdə onların görəcəksiniz ki, sosial şəbəkə üzərində kifayət qədər böyük connection, bağlantı sayı var. Yəni rekruterlər, yəni iş alma, əslində bunlar iş alma şirkətləridir. İş alma mütəxəssisləridir. Bəli. Yəni orada bir aracı rolunu oynayır. Yəni şirkətlə işə götürənlə namizəd arasında bir bağlantı rolunu oynayır. Və məsələ burasındadır ki, ələxüsus da xüsusilə vurğulamaq istəyirəm ki, rəhbər vəzifələr üçün məhz həmən şəxslərə müraciət olunur. Çünki bəzən rəhbər kiber təhlükəsizlik sahəsində misal üçün deyək və ya da IT sahəsində rəhbər vəzifələr çox da elan olunmur. Çalışırlar ki, daha çox bunu referens kimi, hansı şəxsi tövsiyə kimi tapsınlar və bunu bir sıra qısa belə deyək də qruplarda paylaşmağa önəmsəyirlər, daha çox ona üstünlük verirlər. Və bu rekruterlər burada artıq işə düşür. Bəli. Məhz onlara müraciət edirlər və onların bağlantılarına müraciət edirlər. Burada bir deməli rekruterlər, yəni insanlar bəzən qarışdırırlar, rekruter bəzən Dubuzil üzərindən iş alma güya dırnaqarası şirkətlər ki var, insanlar ora müraciət edirlər. Onlardan hər hansı bir məbləğ istəyirlər. Bəli. Yəni insanlara çox vaxt, yəni mən maarifləndirmə olaraq, yəni bunu deyirəm ki, yəni Dubuzil üzərindən hər hansı bir şirkətlər pul istəyirsə, yəni rekruter əslində yəni namizəddən pul istəmir. Doğru deyirsən. Əslində peşəkar rekruterlər öz xidmət haqqlarını, öz xidmətlərinin müqabilində məvaciblərini və yaxud da ki, belə deyək də, qonorarlarını şirkətlərdən alırlar. Yəni daha çox onlar işə götürən maraqlıdır. Yəni ki, ona dəyərli olan, ona dəyər qata biləcək əməkdaşı işə götürsün. Və o həmən şirkətlər məhz bunu qarşılamalıdır bu xidmətin qarşısında. Yəni burada bir istisnalar varmı sizcə? Yəni mən öz təcrübəmdən bilirəm ki, yəni burada hər hansı bir istisna yoxdur. Yəni rekruterlər yəni namizəddən heç bir məbləğ tələb eləmirlər. Səncə burada istisnalar varmı? Yəni rekruterlər hər hansı bir məbləğ tələb edə bilərlərmi? Mənim təcrübəmdə olmayıb açığı. Mən öz təcrübəmi deyə bilərəm. Eşitdiklərim varsa bəli var. Ola bilər ki, yəni kimsə ödəyir.
Ola bilər ki, kimsə bunun müqabilində kimsə danışır. Amma yəni mənsə məhz öz təcrübəmdən deyə bilərəm ki, belə bir təcrübəm olmayıb. Aha. Yəni insanlar burada iş axtardığında, Dubizl üzərindən axtardıqlarında biraz gərək ehtiyatlı olsunlar. Çünki orada bəzi dırnaqarası şirkətlər ki var, iş təklif edirlər sadəcə hər hansı məbləğ qarşısında. LinkedIn amma sağlam bir qaynaqdır ki, iş tapmaq üçün Dubayda. Yəni istənilən halda, istənilən mənbədə həssas olmalısan. Yəni bu mənim kiber təhlükəsizlik sahəsindəki təcrübəm də buna biraz belə deyək də mənə imkan verir ki, bu sahədə çalışdığıma görə imkan verir ki, bir də tövsiyədə bulunum ki, yəni bizim vətəndaşlar, həmvətənlərimizə çalışın, şəxsi məlumatlarınızı paylaşmayın, həssas məlumatlarınızı paylaşmayın, kart məlumatlarınızı paylaşmayın. Hər hansı ödəniş edirsinizsə, bu ödənişi hansı formada edəcəyinizi yaxşı-yaxşı dəyərləndirin. Peşəkarlardan tövsiyə alın. 100 ölç 1-1 prinsipini, yəni ki, daha da belə deyək də prioritet eləyin özünüz üçün. Çünki skamerlər, belə deyək, yalançı vasitəçilər kifayət qədər çoxdur və insanların zəif yerlərindən biridir iş axtarmaq, iş tapmaq. Bundan da yararlanan kifayət qədər də, yəni belə deyək də, cinayət aləminin nümayəndələri var. Ona görə biraz diqqətli olmaq tövsiyə edirəm. Belə dedik ki, LinkedIn deməli iş tapmaq üçün bir aracdır. Yəni əgər iş axtaran şəxslər LinkedIn-də nələri fərqli etməlidirlər ki, xarici ölkələrdə, ələxüsusda Dubayda iş tapmaq üçün mütəxəssislər tərəfindən onların səhifələri seçilsin və yaxud da onlara iş təklif olunsun. Nələrə diqqət eləməlidirlər ki, LinkedIn səhifələri daha professional olsun ki, rekruterlər onlara iş təklifində bulunsunlar. LinkedIn belə deyək də, LinkedIn kifayət qədər dediyim kimi, vurğuladığım kimi kifayət qədər vacib bir resursdur və o bir peşəkar profildir sizin üçün. Yəni bu sizin belə deyək də toy şəkillərinə bəzəməli olduğunuz bir profil deyil və yaxud da sizin şəxsi həyatınızın hər hansı bir eventində və ya hansı tədbirində çəkdiyiniz bir belə deyək, eventlərlə dolu olan bir profil olmalı deyil. Təbii ki, bu sahənin, yenə deyəm, peşəkarları var, rekruterlər var, hansı ki, burada kifayət qədər də təcrübəlidirlər və öz tövsiyələrini verirlər. Onların o verdiyi tövsiyələrə müraciət etsələr, yəni çox yaxşıdır. Amma mən öz təcrübəmə deyəcəm. Burada belə deyərdim, sıravi belə deyək, vəzifələr var, sıravi işçilər var. Və bir də daha çox icraçı rəhbərlər üçün nəzərdə tutulan bir profillər var. Nəzərdə tutulanda ümumi bir mənbədir, amma fərqli yanaşmalar ola bilər. Amma istənilən halda tövsiyə edərdim ki, çalışın, daha çox hansı şirkətdə çalışırsınızsa, orada öz cavabdehliklərinizi paylaşmaqla yanaşı, hansı proyektlərdə iştirak eləmisiniz? Çalışdığınız şirkətə hansı tövsiyələr, belə deyək, hansı töhfələri vermisiniz? Sonra həmən belə deyək, şirkətdə çalışan rəhbərlərinizdən rekomendasiya xarakterli sizin belə deyək də referensləriniz olsun profilinizin altında. Buna çalışın. Çünki bunlar çox önəmsənir və işə götürən tərəfindən yüksək dəyərləndirilir ki, məhz bu şəxs dəyərlidirsə həmən mövcud şirkət üçün və həmən şirkətə qatqısı olubsa, demək ki, mənim şirkətimdə də bu bir dəyər qatacaq və mənim şirkətimə bir dəyər verəcək və mənim şirkətim bu şəxsi cəlb eləməklə öz maliyyə göstəricilərini daha yüksək səviyyə çatdıracaq. Çalışın ki, daha çox öz qatdığınız dəyəri orada göstərəsiniz. Professional bir profiliniz olmalıdır mütləq. Mütləq şəkildə rəhbərlər üçün isə bunu deyərdim ki, yəni eyni yanaşmadır, amma biraz daha belə deyək də bir üst səviyyədə profilinizi formalaşdırmalısınız. İcraçı rəhbərsinizsə, yəni təbii ki, qatdığınız dəyərdən savayı bir maliyyə rəqəmlərini göstərməlisiniz ki, siz
çalışdığınız şirkətdə, misal üçün deyək, kiber təhlükəsizlik sahəsində çalışırsınız, amma bunu bir rəqəmə çevirməlisiniz ki, yəni siz həmən şirkətdə çalışdığınız zaman şirkətin maliyyə göstəricilərində hansı təsiriniz olub? Bəli. Şirkətin işinin optimallaşdırılmasında hansı təsiriniz olub? Bir sözlə, yəni qısası, yenə dəyərinizi göstərməlisiniz, amma daha icraçı rəhbərlərin anlayacağı dildə. İngilis dili mütləq şərtdir, ingilis dilində bunu formalaşdırmalısınız ki, çünki siz beynəlxalq şirkətlərə, beynəlxalq belə deyək də, Dumaya deyək, müraciət edirsinizsə, təbii ki, onların anlayacağı bir ümumi dil var, bu da ingilis dilidir. Bəli. Və bunu professional şəkildə yəni, çalışın ki, İngilis dili nə qədər önəmli? Beginner səviyyəsi olsa olar, yoxsa hər hansı səviyyədə olsa, yəni kiber təhlükəsizlik sahəsində çalışa bilər insanlar? B1, B2, yoxsa advanced səviyyədə ola bilər? Hansı səviyyə uyğundur? Oy, yaxşı Beləcə. sualdır. Azərbaycandan bura gələndə düşündüm ki, görəsən həqiqətən yəni ciddi bir ingilis dilinə tələb olacaq, amma başa düşürsən ki, bəzən burada hamı ekspatdır. Bəli. Və müxtəlif ingilis dil səviyyələrində malik olan şəxslərdir. Bəziləri kifayət qədər professional danışırlar ingilis dilində, bəziləri isə yəni öyrəşdiyimiz, yəni bildiyimiz bir ingilis dili olmur. Bəzən öyrəşdiyimiz bir qrammatik formalaşmış bir ingilis dili var. Gəlirsən burada görürsən ki, əslində bu o deyilmiş sən demə. Sən demə burada yəni, nə qrammatika güdən var, nə o qaydaları Normal rəayət edən ingilis var. dilini bilənlər gəlir burada ingilis dillərini unudurlar. Həqiqətən belədir. Yəni bəzən gəlirsən və bir də bunun üzərinə bir də ləhcələr var, müxtəlif Bəli. ləhcədə danışanlar var. Amma professional həyatda təbii ki, yenə də asılıdır hansı şirkətdə çalışırsan, beynəlxalq dərəcəli şirkətdirmi bu, lokal şirkətdirmi bu, işçi heyətinin sayı əsasən hansı millətdən ibarətdir. Bunlar hamısı kifayət qədər rol oynayır. Bəli. Hər şey nisbidir. Amma ingilis dilini siz çalışın ki, yəni yenə də təbii ki, biz gəlirik, işləməyə, çalışmağa gəlirik, amma bir də öz ölkəmizi təmsil edirik, öz vətənimizi təmsil edirik. Çalışaq ki, yəni özümüzü ən yaxşı istiqamətdən göstərək, ən yaxşı prizmadan göstərək. Bəli. Ona görə ingilis dilimiz vacibdir, B1 ən az vacibdir. Amma vəzifədən vəzifəyə təbii ki, biz çalışmalıyıq ki, bunu daha yaxşı formada gətirək, təqdim eləyək. Amma B1 məncə orta belə deyək də, orta level, orta səviyyəli bir vəzifələr üçün kifayət qədər yəni ki, qane edicidir. İlk gəldiklərində B1 səviyyəsi olsa, ondan sonra burada artıq inkişaf elətdirərlər. Bəli, mütləq şəkildə, yəni bu istər-istəməz yəni artırarsan bunu. Bəli. Çünki bu sənin artıq gündəlik bir dilə çevrilir. Restoranda, məişətdə, digər məişət obyektlərində, yəni gündəlik məişət mövzusu zaten ingilis dilində olur. Azərbaycanlı ilə bir stol arxasında oturmayana qədər. Dubay bahalı şəhərdir və bu informasiya texnologiyaları və kiber təhlükəsizlik sahəsində çalışan insanlar burada maaş aralıqları nə qədərdir? Ən aşağı və ən yuxarı yüksək maaşlar nə qədərdir? Ortalama maaşları nə qədərdir? Bu sual bir belə deyək də araşdırma mövzusudur əslində, bir research'ün nəticəsi olmalıdır. Mənim belə bir research eləmək açığı deyim ki, imkanım və təcrübəm olmayıb. Amma mən öz misalımdan nəyə deyə bilərəm? Dubayda işə gəldiyimiz zaman, iş aldığımız zaman, iş təklifi aldığımız zaman hansı rəqəmlərə fikir verməliyik ki, ən azından bir minimum var. Minimumu necə qarşılayacağam? Qeyd etdiyim kimi, yəni əslində bir çox ölkələrin nümayəndələri bura gəlir. Yəni adlarını sadalamaq istəmirəm və diskriminasiya etmək istəmirəm. Amma bir də bizim vətəndaşlarımız var, hansı ki öz həyat tərzi, həyat yaşayışlarını şükür Allah'a yəni Azərbaycanda əhalinin yaşayış səviyyəsi kifayət qədər yəni normaldır. Mən hesab edirəm ki, indi hər kəs belə deyək də, hər kəsin bir gəlir mənbəyi var. Yaxşı yaşayırlar. Nisbətən bir sıra ölkələrə nisbətən kifayət qədər yaxşı yaşayırlar. Bəli. Və Dubaya miqrasiya edən zaman nəyi önəmsəməlidirlər? Yəni ilkin minimumlar var, hansı ki sənin aylıq kirayə haqqındır. Bunu düşünməlisən. Sənin gündəlik məişət xərclərindir.
sənin gündəlik yemək xərclərindir və bu aralıq əgər təxmini deyirəm, əgər bir 10.000, 9.000 dirhəm arası deyilsə, yəni bu minimum deyirəm. Bu minimumları sən ödəyəndən sonra artıq öz qazancın barədə düşünməlisən ki, sən burada nə qazanarsan. Yəni bu o deyilsə, sənin aldığın təklif bundan aşağıdırsa və yaxud da elə yalnız 10.000-dirsə, mən tövsiyə eləməzdim ki, Azərbaycandan bura gələsən. Çünki Azərbaycanda yəni 10.000 dirhəm. 10.000 dirhəm. Yəni bu təxminən hardasa 4.600 və 5.000 manat arasıdır. Yəni əgər bu məbləği almırsansa, yəni sən bu məbləğ və bunun üzəri deyilsə, yəni hansı ki sənin bir belə deyək də belə deyək, sənin bir gözləntin var. Yəni sən nəyə hazırsan, nəyə gəlməyə hazırsan. Yəni o deyilsə, yəni bura miqrasiya eləməyə mən tövsiyə eləməzdim şəxsən bizim vətəndaşa. Ola bilsin ki, başqa ölkənin vətəndaşı aylıq kirayəsi misal üçün deyək də 5.000 verməyəcək. O gələcək, bir ümumi bir yerdə yaşayacaq. Ümumi hər kəsin yaşadığı, paylaşım deyilən bir yaşayış formaları var, orada yaşayacaq. Gündəlik yeməyini başqa formada, məsəl üçün də daha münasib yerlərdə. Bu nisbi məsələdir. Amma məhz bizim ölkələr üçün, yəni ümumilə deyərdim elə SNG ölkələri üçün, Azərbaycan üçün, yəni minimum 10.000, 9.000 dirhəmdir ki, yəni bunun üzərində əgər sən bir təklif alırsansa, ondan sonra düşünməyə dəyər. Deməli, mən IT sahəsində çalışıram Azərbaycanda. Bəli. Və kiber təhlükəsizlik sahəsində çalışıram. Doğrudan? Yox. Bu bir misaldır, yəni insanlar ola bilər. Avropa və Dubay. Bəli. Bu sahədə çalışan bir insan olaraq Avropanı seçməm daha məqsədə uyğun olardı, yoxsa Dubay? Sizcə hansı daha mənim karyeramın yüksəlməsinə, daha yüksək gəlir əldə etməmə kömək ola bilər? Avropa yoxsa Dubay? İki seçim arasında qalsam hansını seçməliyəm? Bu suala biraz çalışacağım ki, ətraflı cavab verim. Bir məna olaraq qısa cavabım olacaq Dubay. Aha. Qısasını soruşsanız, amma nədən soruşsanız, ilk öncə vergilər yoxdur. Yəni gəlirinizdən gəlir mənbəyi deyilən bir vergi var, o yoxdur. Digər tərəfdən həyat, yaşam belə deyək də şərtləri kifayət qədər yüksəkdir Dubayda. Təhlükəsizliyiniz sarıdan kifayət qədər təhlükəsiz bir şəhərdir. Bizim öyrəşdiyimiz dəyərlər var. Ailə dəyərləri var. Dubay hökuməti buna çox böyük önəm verir və məhz Avropada belə yaşayan Avropa vətəndaşı, SNG ölkələrində yaşayan belə deyək də digər millətlər buna çox yüksək önəm verirlər. Yəni ailə dəyərlərinə, bizim öyrəşdiyimiz bir mənəvi dəyərlər, ona önəm verirlər və onlar miqrasiya elədiyi zaman təbii ki, yalnız özləri tək gəlmirlər, ailələrlə gəlirlər, övladlarla gəlirlər və məhz bu sarıdan da bu ölkə kifayət qədər bizim üçün uyğun bir ölkədir. Bir də bunun üzərindən deyərdim ki, belə deyək, diskriminasiyaya daha az məruz qalacağınız bir ölkədir. Burada çünki 80% ekspatdır. Hər kəs sizin kimi burada öz güzaranını, həyatını daha yaxşı eləmək üçün gələn və sizin kimi yəni ekspat bir şəxsdir və siz hər kəslə burada bərabərsiniz. Yəni sizə bir yad gözü ilə baxma ehtimalı kifayət qədər azdır və burada buna xüsusi həssaslıqla yanaşırlar və bu səbəbdən deyərdim ki, yəni təbii ki, Dubay Avropa ilə müqayisədə bir mənalı olaraq Dubay. Birləşmiş Ərəb Əmirlikləri belə deyərdim. Yaşam şərtləri, maaş, təhlükəsizlik. Rəqəmlər baxımından da yəni böyük IT şirkətlərinin hər birinin, demək olar ki, böyük IT şirkətlərinin burada nümayəndəlikləri var və onlar da açıqdırlar iş elanlarını, yəni işçiləri cəlb eləməyə, professionalları cəlb eləməyə. Təbii ki, bildiyimiz
ucuz işçi qüvvəsi olan ölkələr var, hansı ki onlar da cəlb Bəli, edirlər. Amma deyərdim ki, yəni məhz bizim ölkənin vətəndaşları, hansı ki professional peşəkar əməkdaşlarımız var, onları da cəlb eləməyə hazırdırlar və cəlb eləyirlər. Bəli. Mənim tanıdığım artıq yəni dostlar var, yoldaşlar var, hansı ki onlar çalışırlar məhz IT sahəsində, kiber təhlükəsizlik sahəsində və kifayət qədər də razıdırlar. Bəli. Avropada işləyib təzədən bu ölkədə işləyən, yəni belə deyək, bizim həm yerlərimiz var və müqayisə edirlər ki, yəni mən burada daha rahatam, daha xoşbəxtəm. Bəli. Eyni Avropada çalışırdım. Kifayət qədər diskriminasiyaya məruz qalıb misal üçün bəzən. Amma burada belə deyil. Burada kifayət qədər özünü təhlükəsiz hiss edir, ailəsinə rahatdır, aldığı məvacib bazara uyğundur. Zaten IT mütəxəssisləri həmişə seçilib. IT mütəxəssislərinin məvacibi zaten həmişə yüksək olub. Həyat şərtləri daha yüksək olub. Amma bir də bunun üzərindən onlar belə deyək də daha özünə uyğun yer axtarırlar ki, harda ki özlərini göstərmə imkanları var, qata bilərlər, dəyər qata bilərlər. Bir də bunun üzərində təhlükəsizlik olan sonra, bizim dəyərlərə daha uyğun olan sonra, mətbəxi daha rəngarəng olandan sonra hesab edirəm ki, yəni Birləşmiş Ərəb Əmirlikləri kifayət qədər yəni yaxşı bir seçim olacaq. Bəli. Bir də bu Dubayda çox Hindistanlı, Pakistanlı, Hindistan bilirik ki, IT üzərində, yəni onlar yüksək biliklərə sahibdirlər, amma yəni Dubayda eşitdiyimiz qədərilə ucuz işçi qüvvəsi IT sahəsində ucuz işçi qüvvəsi olaraq Pakistan, Hindistanlılar işləyirlər. Burada competition deyək də bir yarış varmı? Yəni o yarışda qalib gəlmək üçün nələrə diqqət eləmək lazımdır ki, yəni Hindistanlılar yəni belə deyək, onlar çox biliklidir deyək ki, IT sahəsində nələrə diqqət eləməlidirlər ki, yəni Hindistanlılar aldığı maaş deyil, onun 3 qatını, 4 qatını, 5 qatını qazansınlar. Çünki onlar bildiyimiz qədərilə çox aşağı maaşlara işləyirlər. Mən bu mövzuda biraz həssasam, yəni mən millətin adını çəkmək açığı deyim ki, yəni istəməzdim öz adıma. Dediyiniz millətlərdən də mən deyərdim ki, yəni kifayət qədər yüksək maaş alanlar var və onları mən görmüşəm. Rəhbər vəzifə çalışanlar var və kifayət qədər professional, kifayət qədər peşəkar yəni şəxslərdir. Ola bilsin ki, ilkin olaraq onların yaşam tərzinə görə, yaşam şərtlərinə görə, ola bilsin ilkin olaraq miqrasiya eləmək adına, miqrasiya eləmək üçün ilkin verilən, belə deyək də, təklifləri daha tez qəbul eləmək hazırdılar. Daha, belə deyək, aşağı şərtlər daxilində, aşağı şərtlərlə yaşamağa ilkin hazırdılar, amma Dubay zaten bahalı şəhərdir. Burada yəni mümkün olmayacaq ki, sən aşağı rəqəmlərə işləyəsən. Yəni sənin bir minimumların var, o minimumları qarşılaya bilmirsənsə, həyat tərzi olaraq qarşılaya bilmirsənsə, sən burada ya yaxşı maaşı olan bir şirkətə miqrasiya edəcəksən və yaxud da buradan gedəcəksən. Çünki klimatı belə deyək də, düzdür, bəzən kiməsə uyğundur, amma yəni buranın isti, qiymətlər baha, yaşam baha və aşağı maaşa tab gətirmək olmayacaq. Yəni zaten o bir müddət olacaq. Daha sonra isə yəni bir də nəzərə alaq ki, yəni onların sayı kifayət qədər çoxdur. Ona görə burada da hiss olunan dərəcədə bəlkə də onu hiss eləyirik ki, onlar daha çox. Onlar burada daha çoxdur deyənə, onların aldığı məvacibə, rəngarəngliyi də daha belə deyək də gözə tez çarpır. Amma deyərdim ki, onlardan da onlar arasında yəni böyük şirkət sahibləri var, böyük biznes sahibləri var. Şirkətdə çalışan zamanda böyük rəhbər vəzifələri tutan nümayəndələri var. Çox sağ ol. Deməli, remote olaraq IT sahəsində və ya kiber təhlükəsizlik sahəsində işləmək mümkündürmü? Remote olaraq, uzaqdan işləyə bilərlər. Nəinki deyərdim ki, mümkündür? Mümkündür. 100% mümkündür. Azərbaycanda olaraq Dubayda hər hansı bir şirkətdə IT mütəxəssisi işləyə bilərəmmi? Bir məna olaraq bəli. Nəyə görə? Cavabını da deyim. Çünki birincisi artıq Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında vizasız gediş-gəliş imkanları var.
və hibrid çalışan zaman və ya da remote çalışan zaman bu sənə belə deyək, bir çeviklik verir, bir imkan verir ki, gərəkdiyində ölkəyə zaten gələ bilərsən. Gərəkdiyində zaten ölkəyə gəlib öz belə deyək, görüşlərimi deyim, bir qısa müddətli fəaliyyətini, bir proyekt əsaslı fəaliyyəti deyim, davam etdirə bilərsən. Bir məna olur, bəli, yəni bu mümkündür və iş elanları da var. Mən çox görmüşəm ki, belə iş elanları da var ki, məhz remote, hibrid, yəni belə deyək də, əsaslı işlərə dəvət edirlər, bəli, var. Çox gözəl. Son sualım olacaq bu. Dubayda IT sahəsində işləmək istəyən gənclər üçün 3 ən önəmli tövsiyəniz nə olardı? Hər kəs təbii ki bir belə deyək də, yaxşı həyat yaşam tərzi üçün can atır, çalışır ki, öz şəxsi belə deyək də, güzaranını daha yaxşı eləsin. Bəli. Və gənclər bu istiqamətdə daha biraz belə deyək, daha canfəşandırlar. Daha biraz can atırlar ki, məhz özlərini müxtəlif sahələrdə sınasınlar. Daha tez qərar, impulsiv qərar vermə imkanları ola bilir. Mən belə deyək, öz tərəfimdən belə tövsiyə edərdim ki, ilk olaraq bayaq qeyd etdiyim kimi minimumu nəzərə alsınlar. Çünki Dubay həqiqətən də kifayət qədər, yəni bahalı bir şəhərdir. Bəli. Yəni burada bayaq qeyd etdiyim rəqəmləri nəzərə alsınlar mütləq. Yəni bu aralığı nəzərə alsınlar. Əgər o deyilsə, mənim həmvətənim yaxşı olar ki, Azərbaycanda qalsın və orada öz karyerasını davam eləsin, ora qatqı qatsın. Zaten Azərbaycan hökumətimiz, yəni kifayət qədər dövlət dəstəyimiz var. Dövlətin kifayət qədər IT rəqəmsallaşma istiqamətində böyük dəstəyi və strategiyası var və gənclərimizə imkan yaradırlar ki, özlərini göstərsinlər. Yəni dünyaya miqrasiya eləməkdənsə yaxşı olar ki, orada fəaliyyətlərini əgər uyğun rəqəmlər deyilsə, yəni biz təbii ki, ilk öncə biz özümüzü düşünürük, amma biz yenə də mən özüm biraz vətənpərvərəm, amma dövlətimi yəni qatqı qatmağı daha önəmsəyirəm, daha önəmli hesab edirəm və hesab edirəm ki, gənclərimiz də məhz bu istiqamətdə düşünsünlər. Əgər mümkündürsə, birinci öz dövlətim üçün edə bilirəmsə və dövlət bunu, dövlətimin şirkətləri bunu dəyərləndirə bilirsə, birinci orada məsələyə daha çox belə deyək, fokuslanım, ona daha çox o istiqamətdə düşünüm. Yəni Azərbaycanda kariyeralarını qurmağı və orada inkişaf eləməyi daha... Bəli, yəni çünki ilk öncə onu diqqət eləməlidir. Bəli, yəni əgər artıq bir peşəkarlığa çatmısansa və istəyirsən ki, daha özünü daha beynəlxalq səviyyədə sınayasan, beynəlxalq təcrübəni öyrənəsən, öz şəxsi profilinə, öz karyeranda beynəlxalq təcrübənin belə deyək də verəcəyi dəyərləri ora əlavə eləyəsən, o zaman Dubay düşünülə bilən bir yerlərdən biridir. Yəni gəlmək olar, çünki burada yenə deyirəm, böyük IT şirkətlərinin nümayəndələri var və adını sadalamayacağam. Mənim çalışdığım şirkət daxil və onlar böyük təcrübəyə malikdirlər. Bəli, gəlib beynəlxalq təcrübəni buradan əldə edə bilərsən. Amma yenə də gənclər sarıdan deyərdim ki, əgər peşəkarlığınız imkan verirsə və dəyərləndirilirsə, təbii ki, gəlin. Günün sonunda bir özümüzü düşünürük, yenə deyirəm, və yaxşı rəqəmlərlə üzləşəcəyik. Amma yox, əgər ilkin başlayırsınızsa və startup olaraq və yaxud da belə deyək, aşağı maaş işləməyə hazırsınızsa, bura gəlib çətinliklə üzləşməyinizi tövsiyə etməzdim. Yəni, çünki məişət məqamları var, ailə, müxtəlif belə deyək də, qayğılar və s. məqamlar var ki, bunlar o qədər də asanat görsənməsin. Bunlar hamısı insanı bəzən yora bilir. Bəli.
başqa tövsiyə edəcəyim LinkedIn profilinizə, yəni əgər iş axtarırsınızsa LinkedIn profilinizə xüsusi önəm verin. Yəni onu daha da belə deyək də zənginləşdirin, amma gərəksiz zənginləşdirmə deyil, daha çox realistik olun və şirkət sarıdan düşünün ki, yəni bir empati eləyin ki, yəni mən şirkət sahibi olsaydım bu şəxsi nə işlə götürərdim? Bu şəxs mənə hansı dəyər qata bilər? O sarıdan düşünün və bütün IT texnologiyalarında sadalanan texnologiyaların hamısını öz profilinizə doldurmayın. Yəni bunlar hamısı, yəni 2 dəfə mən hər hansı bir klaviaturada komanda yığmışamsa bunu ora qeyd etmək ehtiyac yoxdur da. Yəni həqiqətən siz o sahədə çalışmısınızsa və bir o sahənin dəyərli mütəxəssisinizsə, o zaman bunu yəni qeyd etsəniz daha belə bir dəyəri olar onun. Amma bu daha çox belə deyək də məndən bu mənim təcrübəmim imkan verir bunu deməyə. Çünki zamanında mən də işə götürmüşəm, mən də zamanında işçi işə götürmüşəm və bilirəm ki, yəni buna daha çox önəm verilir. Nəinki yəni CV-sində baxırsan, CV-sində hər şey var, amma sual verirsən, zaten o sualların 90% cavab verə bilmir. Çünki sadəcə yəni məhz cəlb edici olsun deyənə yazıb. Bəli, əslində mən bəzən tövsiyə edirəm insanlara ki, əslində bu mövzunu, yəni əgər keçmişiniz yoxdursa hər hansı bir sahədə yaza bilərsiniz. Amma yazdığınız sahəni, yazdığınız iş yerini biraz araşdırmanız lazımdır. Bəli. Əgər ola bilər hər hansı bir belə deyək yüksək tanınmış bir şirkətdir, orada işləməmisən, amma bilirsən ki, onu CV-və əlavə eləsən, işə götürən tərəfə maraqlı olacaq. Bəli. Amma onu araşdırmalısan, onu orada, yəni o şirkət haqqında dərin bilgilərə sahib olmalısan ki, Bəli. intervyuda əgər sənə o şirkət barədə suallar veriləndə, yəni donub qalmayasan onun qarşısında. Bəli, Yəni mütləq. ən azından əgər yazırsansa, yəni CV onu, yəni araşdırmalısan. Yəni zaten Dubai şirkətlərində çalışan insan qaynaqları mütəxəssisi, yəni rekruter dediyimiz şəxslər, onlar da kifayət qədər professionaldılar və Təbii ki. zaten bu məqamlara önəm verirlər. Məhz bu səbəbdən də bəzən soruşurlar ki, həmin şirkətdə çalışdığın şəxslərdən, rəhbərlərdən referens məktubu istəyirlər. Yəni həqiqətənmi referens belə deyək, tövsiyə məktubu. Bəli. Ki həqiqətən də sən həmin şirkətdə çalışmısan, həmin şirkət üçün dəyərli olmusan və həmin şirkətin icraçı rəhbərlərimi deyim, sənin birbaşa rəhbərlərimi deyim, sənin verdiyin töhfəni dəyərləndiriblər və sənin haqqında müsbət fikirdədirlər. Buna da önəm versinlər cavanlar. Əgər miqrasiya eləmə fikirləri varsa, mövcud iş yerlərində kifayət qədər çalışsınlar ki, belə deyək, Özlərini yaxşı bir referans eləsin. referans alasınlar. Bəli. Referans qazansınlar ki, növbəti iş yerində artıq Bəli, mütləq. Yəni Bu referans çox önəmlidir. burada yəni buna önəm verirlər o məsələdə. Daha çox buradan beynəlxalq təcrübə gəlib yəni bu Dubaya. Bu məqam yüksək dəyərləndirilir burada. Yüksək önəmsənilən bir məqamlardan biridir. hal-hazırki iş yerlərində menecerlərlə yüksək belə deyək, vəzifə belə deyək, sahibləri ilə yaxşı davranmalıdırlar. Aralarını yaxşı eləməlidirlər ki, Mütləq. Zaten yəni bu Dubayda iş axtaran üçün də yəni zaten çalışmaq lazımdır ki, yəni mövcud iş yerində kifayət qədər yəni yaxşı əlaqələrin olsun, mehriban olasan, bütün kollektiv üzvlərin hörmətli olasan, bir-birinizə dəstək göstərəsən. Bu daha yüksək dəyərlərdən biridir. minnətdaram dəyərli vaxtını sərf elədiyin üçün. Dəvətimə ilk öncə qəbul etdiyin üçün minnətdaram. Bazar günü hamı istirahət eləyir. Sən gəldin gənclərə burada öz təcrübələrini, öz biliklərini bölüşdün. Minnətdaram. Təşəkkür edirəm. Əlavə eləyəcəyin hər hansı bir məqam varsa buyur. Yəni podkastımızı yekunlaşdıraq. Mən öz növbəmdə sənə təşəkkür edirəm dəvət etdiyinə görə. Bu sənin belə anladığım qədərlə ilk podkastındır. Və ilk podkastında məhz məni dəvət elədiyinə görə xüsusi təşəkkür edirəm sənə. Hesab edirəm ki, gələcək üçün bu daha uğurlu olsun, daha belə deyək də bir çox dəyərli qonaqların olsun. İnşallah.
və bizim həmvətənlərimiz üçün və ümumiyyətlə sənin auditoriyan üçün bu faydalı olsun, onlara dəyər qata bilək. Mən də öz növbəmdə bütün indi mənim LinkedIn profilimə istəsələr, Əlavə eləyərik Əlavə- videonun açıqlamalarına. istəsələr buyursunlar, cavanların hər hansı sualı varsa, Bəli. hər hansı tövsiyələri varsa, buyursunlar. Bildiyimdən, eşitdiyimdən kömək eləməyə hazıram. Bəli. Təşəkkür edirəm, minnətdaram. Çox təşəkkür edirəm izlədiyiniz üçün. Hər hansı bir tövsiyələriniz, iradlarınız varsa, rəylər qismində, kommentlər qismində bildirə bilərsiniz. Və bir sonraki podkastın mövzusunu, hansı mövzuda olmasını istəyirsinizsə, rəylər bölümündə bildirə bilərsiniz. Hansı mövzular sizi maraqlandırırsa, yenə də rəylərdə bildirə bilərsiniz. Təşəkkür edirəm.